Salam, hər vaxtınız xeyir. Bugün müstəqil qiymətləndirmə mərkəzinin keçmiş olduğu OTK sınavından 3-cü qrup variant B-ni izah edəcəyik sizə. Azərbaycan dilinin suallarına baxacağıq. Tərkibində eyni cinsli cingiltili samit tələffüz edilən sözlər sırasını müəyyən edin. Deməli, hiddətlə qoşa D samiti var. Oğurluq, oğurluq, L-rıya çevriləcəkdir və Q isə X olacaqdır. Nuh. Qoşanlı olacaqdır. Qoşarı, qoşadı, qoşanlı. Düzgün cavab birinci testimizdə C variantı oldu. 2. Hər bir xüsusiyyətin aid olduğu sözü müəyyən edin. İki açıq sait fərqli tələffüz edilir. Ahəng qanuna tabi olmur. Samitlərin yazışı tələffüzü fərqlənmir. Baxsaq biz burada ahəng qanuna tabi olmur. Oxşayanlar ahəng qanuna tabidir. Ona görə B variantıdır. Çıxdıq. İki sait, iki açıq sait fərqli tələffüz edilir. Qara dinməzdə açıq saitlərimiz fərqli tələffüz edilmir. A variantı olmaz. Politolog sözündə o aya keçir. Bir açıq sait fərqli tələffüz edilir. Monitoring yenə bir açıq sait fərqli tələffüz edilir. Aya keçir. Amma monopoliya sözündə iki o saiti, birinci və ikinci o səsləri aya çevrilir. Monopoliya. Düzgün cavabımız E variantı olacaqdır. Üçüncü test. Hansı nümunədə isim yoxdur? İsim yoxdur. Ağıllılar işi yarımçıq görmürlər. Burada iş sözü isimdir. Dövləti istedadlı şəxsiyyətlərin azlığı zəif salır. Dövlət sözü, şəxsiyyət sözü isimdir ki, və yaxud azlıq sözü isimdir. Bunlar yenə isimdir. Oxuduğuna əməl etməyən alim məşəl gəzdirən kora bənzər. Burada alim sözü isimdir. Yalnız ağılsızlar, ağılsız sifətdir. Hər kəs əvəzlikdir, tərifləyər feildir. Hər kəs yenə əvəzlikdir, qınayar feildir. D variantında isim yoxdur. E variantında dünya, insan, tanrı, çörək, forma, deməli bunlar isimdir. Cavabımız D variantı oldu. Deməli ağılsız sifət, hər kəs əvəzlik, tərifləyir feil, hər kəs yenə əvəzlik, qınayır yenə feil, yalnız isə ədatdır burada. Deməli, düzgün cavab D variantı oldu. Dördüncü test. Yalnız leksik mənası olan sözlərdən ibarət olan cümlədir deyir. Yalnız leksik mənalı sözlər. Burada ədalət də mərhəmətdən yüksəkdir. Haqq ədalətdən, ədalət də mərhəmətdən yüksəkdir. D köməkçi nitq hissəsidir. B variantında gələcək gənclər isə müəllimlərin əsəridir. İsə burada yenə köməkçi nitq hissəsidir, bağlayıcıdır. Düşünmədən öyrənmək, vaxt itirmək kimidir? Kimi qoşmadır. Bir çox uğursuzluqlarla qarşılaşmış olsaq da burada ədatdır. Uğursuzluqlar ilə, məsəl üçün burada qoşma da var idi. E variantında öz işığına güvənən başqasının parlamasından narahat olmaz. Öz əvəzlikdir, işıq isimdir, güvənən feili sifətdir, başqasının sifətdir, parlama məsdər formasıdır, feilin narahat olmaz, yenə burada feildir. Düzgün cavabımız E variantı olacaq. Hər biri əsas nitq hissəsidir. 5-ci test. Hansı nümunədə sözləki eyni cinsli samitlərdən biri yazılmasa, yeni leksik mənalı söz formalaşmaz? Hiss sözü. Əgər biz bunu bir dənə hissini yazsaq, iki hiss olan duyğularımız, bir hiss olan ocağın hissi, yeni bir söz formalaşdı, leksik mənası var. Samit. Və biz burada M-nın birini silsək, samit olsa, fonetika bölməsindəki samit. Kassa. Biz buradan birini silsək, kasa oldu. Artıq kasa əşya kimi. Kül burada külliyat, toplu mənasındadır. Bir kül yazsaq, artıq məsəl üçün ocağın külü olacaqdır. Bəlli sözü. L-nın birini biz buradan silsək, bəli sözü yaranacaqdır. Ancaq bəli sözü köməkçi nitq hissəsidir. Və bildiyimiz kimi köməkçi nitq hissələrinin leksik mənası yoxdur. Yəni bu artıq yalnız qrammatik mənalı bir söz yarandı. Düzgün cavabımız D variantı olacaqdır. 6-cı test. Hansı cümlədə sözün yazılışında səhvə yol verilir? Döyüşə gedən oğullar sağ qayıtdılar.
Küçəyə asfalt döşənmişdi. Çəmənlikdə kəpənəklər hər çaya qonurdu. Onlar bu kənddən o şəhərə məhsul daşıyırdılar. Sözümüz kənd sözüdür. Aha, burada kənddən yazılmalıydı. Tələffüzdə, bunu bizdə kənddən sözünü tələffüz formasında veribdi. Kənddən qoşa d ilə yazılmalıydı. Düzgün cavabımız D variantı olacaq. 7-ci test. Tərkibində d samitinin kar qarşılığı olan sözü müəyyən edin. Yəni d samitinin kar qarşılığı deyirsə, bizə lazımdır t samiti. İsti yazılır, tələffüzdə olacaqdır isti. İmdad yazılıb, tələffüzdə olacaqdır imdad. Aha, cavabımızı tapdıq, cavab B variantı oldu. Gördüyümüz kimi t samiti istifadə olunubdur. İştaha tələffüzdə işdaha t-dıya çevrildi. İştirak tələffüzdə iştirak olur uşaqlar. Və istək sözü isə istək kimi tələffüz edilir. Cavabımız imdad B variantı oldu. 8-ci test. Hansı nümunədəki sözlər bir-birinə antonimdir? Yaşlı, qoca. Bunlar sinonimdir. Uşaq, yaşlı. Uşaq isimdir. Yaşlı isə sifətdir. Və bildiyimiz kimi antonimlər, sinonimlər eyni nitq hissəsinə aid olur. Ona görə B variantı da olmaz. Qarı, cavan, yenə qarı isimdir, cavan isə sifətdir. Yenə deməli fərqli nitq hissəsinə aiddir, olmayacaqdır. Körpə, yaşlı, bəli, körpə sifətdir, yaşlı sifətdir və bir-birinin antonimidir. Cavab D variantı. Qarımaq, qocalmaq, bu isə deməli antonim yox, bunlar sinonimdir. Cavabımız oldu D variantı. 9-cu test. Tərkibində qarşılığı olmayan samitlərdən yalnız ikisinin işləndiyi sözü müəyyəndir. Qarşılığı olmayan samitlərimiz hansılardır? L, M, N, R və bir də H kar samitinin cingiltili qarşılığı yoxdur. Kollegial, deməli 3 dənə L samiti var. Nur, rammaq olacaqdır. Tələffüzdə 4 dənə samit olacaqdır. Dayanmaz, qoşa mı ilə yazsaq 2 dənə. Dərhal, deməli R, H və L samiti 3 dənədir. Eksperiment, R, M və N 3 dənədir. Deməli, dayanmaz sözündə 2 dənə qarşılığı olmayan samit işlənir. Cavabımız C variantı oldu. 10-cu test. Hansı frazeoloji birləşmələr bir-birinə əks mənadadır? Ayağa qalxmaq, ayağa döşəmək, başa vurmaq, başına qalxmaq, ürəyi getmək, zəhləsi getmək. Deməli, ürəyi getmək ifadəsini biz homonim frazeoloji birləşmədir. Bu iki cür fikirləşə bilirik. Bir, məsəl üçün onun ürəyi getdi, qorxudan ürəyi getdi, məsəl üçün özündən getmək mənasında və bir də ürəyi getmək mənim ondan ötürü ürəyim gedir, yəni xoşuma gəlmək mənasında. Və sözsüz ki, xoşa gəlməyin də, ürəyi getməyin də antonimi zəhləsi getmək olacaqdır. Düzgün cavabımız C variantı olacaqdır. 11-ci test. Cədvəldəki doğru fikirləri müəyyən edin. Orfoqrafik səhv saitlə bağlıdır. Saitlə bağlıdır. Əjdaha sözündə ə kimi tələffüz olunmalıdır. A kimi yazılmalıydı daha doğrusu. Deməli, biri birdir. Orfoqrafik səhv samitlə bağlıdır. Emblem yazılıbdır bura. Ancaq sözümüz necə olmalıdır? Emblem. Aha, deməli, n yox, m yazılmalıydı. 3 və dedektiv olmalıydı. Dedektiv olmalıydı. D ilə yazılmalıydı. Burada T ilə yazılıbdı və emblem m ilə yazılmalıydı. Cavabımız 1, 3, 4, B variantı. Orfoqrafik səhv yoxdur deyir. Gərəksiz olmalıydı. Var əslində. Həyəcan olmalıydı. Burada da var idi. Deməli, cavabımız 1, 3, 4, B variantı. 12-ci test. Hansı bənddə fərqləndirilmiş sözün kontekstdə uyğun leksik mənasının şərhi mötərizə daxilində səhv verilib. Bu səfərdə fövqəladə hallara, yəni qeyri-adi hallara hazırlıqlı olmalıyıq. Doğrudur. Onu hamı məhəllədə bikar adam, boş bikar adam, yəni məşğuliyyətsiz, heç bir işlə məşğul olmayan adam kimi tanıyırdı. Doğrudur. Komandamızın bu günə düşməsinə bais, yəni bu işə bais sənsən, yəni səbəbkar sənsən, sən oldun. Doğrudur.
Onun babası billur sudan içməyi sevirdi. Billur kimi su, yəni saf su, təmiz su. Doğrudur. Uşaq onun üzünə rişxəndlə baxırdı. Rişxənd kinayə, istehza, kinayə, rişxənd, istehza, kinayə, ironiya deməkdir. Sevinclə sözü olmaz. Düzgün cavabımız E variantı olacaqdır ki, deməli, səhv verilmişdir. 12 E variantı. 13-cü test. Hansı sözdə kiyi əvəzlənməsinin olmadığını dəqiq müəyyən etmək olur. Deməli, sözümüz burada mələk sözüdür. Mələk sait artıqlığa görə kiyiyə keçibdir. Külək sözü var dilimizdə. Külək küləyə. Dəlik sözü var dilimizdə. Dəlik dəliyə və yaxud dəli sözü də var dilimizdə. Ancaq dəlik burada dəlik dəliyə. Bələk sözü var. Bələk bəliyə. Amma dələk sözü dilimizdə yoxdur. Deməli, dilimizdə hansı söz var? Dələ sözü var. Ona görə artıq burada kiyi əvəzlənməsinin olmadığını dəqiq müəyyən edə bilirik ki, bu artıq kiyi deyil. Burada y bitişdirici samitdir. Dələ sözün kökü dələyə. Cavabımız E variantı olacaqdır. 14-cü test. Söz altında qalmamaq frazoloji birləşməsinin mənasını müəyyən edin. Deməli, yəni deyiləni cavabsız qoymamaq. Bizə bunun sinonimin demir. Birləşmənin mənasını deyir. Deyə bilərsiniz ki, bəs frazoloji birləşmələrin sinonimi, axı, o da frazoloji birləşmə olmalıydı. Məna dediyinə görə, yəni həmən frazoloji birləşməyə uyğun gələn məna soruşur bizdən. Deyiləni cavabsız qoymamaq, yəni söz altında qalmamaq. Cavabımız B variantı olacaqdır. 15-ci test. Homonimliyi olmayan frazoloji birləşməni müəyyən edin. Ürəyi yanmaq, homonim frazoloji birləşmədir. Deməli, bir susuzluqdan ürəyi yanırdı, bir də mənim onun halına ürəyim yanırdı. İki formada fikirləşdik. Əldən çıxarmaq, məsələn, deyirəm ki, mən bunu, məsələn, bu əşyanı əldən çıxartmaq istəyirəm, yəni satmaq istəyirəm. Bir də bu mənim əlimdən çıxdı mənasında, yəni ki, qələbəni əldən çıxartdıq, məsələn, əldən qaçırtmaq mənasında. Dil açmaq. Bir dil açmaq, deyirəm ki, körpə dil açırdı. Bir də ki, mən ona dil açıram, yəni xahiş etmək mənasında da fikirləşə bilərik. Dilindən çıxmaq. Deyirəm, bu söz sənin dilindən çıxıb, etməlisən. Bir də yenə dildən çıxmaq ifadəsini yenə biz homonim frazoloji birləşmə kimi fikirləşə bilirik ki, hər hansı bir şey mənim ağzımdan çıxmaq mənasında bir də fikirləşə bilərik. Dilimdən çıxdı. Yəni ki, bilmədən, istəmədən dilimdən çıxdı. O baxımdan olur, amma ələ baxmaq homonim frazoloji birləşmə deyil. Düzgün cavabımız B variantı olacaqdır. 16-cı test. Hansı ismin sualı digərlərindən fərqlənir? İştirakçı, insan anlayışı bildirir. Kim sualına cavab verir? Ədəbiyyatşünas kim? Kapitalizm nə suala cavab verir? Jurnalist kim? Əmək, məsləkdaş yenə kim sualına cavab verdi? Digərləri insan anlayışı bildirir, kapitalizm isə nə sualına cavab verir? Düzgün cavabımız E variantı olacaqdır. 17-ci test. Hər iki xüsusiyyətin aid olduğu sözü müəyyən edin. Ahəng qanuna tabe deyil, uzun saitin olduğu hecadakı samitin yazışı ilə tələffüzü fərqlənir. Deməli, zəncirvari sözündə zəncirvari A saiti uzun tələffüz olunacaqdır. Ancaq burada gördüyümüz kimi uzun samitin olduğu heca, va hecasında artıq burada gördüyümüz kimi samit fərqli tələffüz edilmir. Ona görə yanlışdır. Qiraətxana, qiraət. Yenə ra hecası da uzanma var, ancaq yenə r samiti fərqli tələffüz edilmir. Kooperativ, o A kimi tələffüz olacaq, kooperativ, ancaq yenə samit fərqli tələffüz edilmir. Lətafətli, A. Amma T samiti yenə olduğu kimi istedad, deməli burada E səsi uzun tələffüz olacaqdır, istedad və T isə iki kar samiti yanaşı gəlibdir, T isə D kimi tələffüz ediləcəkdir, istedad, deməli tələffüz belə olacaqdır, istedad, artıq gördüyümüz kimi deməli heca fərqli tələffüz edildi, deməli T D-ya çevriləcəkdir. Və gördüyümüz kimi T ilə yazılmışdı, D kimi tələffüz edildi. Cavabımız D variantı olacaq. 18-ci test. Hansı cümlədə bütün isimlər konkret isimlərdir? Arzu, inam. Arzu və inam
deməli, ruh, bunlar, deməli, mənbənin özünü götürsək biz, bunlar, deməli, mücərrəd isimdir. Mənbə sözünü indi düzdür, biz konkret kimi çayın mənbəyi kimi götürə bilərik. Amma, yəni, mücərrəd isimlər var, arzu, inam, ruh. B variantında gözəl düşüncə, düşüncə mücərrəd isimdir, yenə. Ağıl mücərrəd isimdir, istək mücərrəd isimdir, vüsal konkret isimdir, şəxs bildirir, traktor, məktəb, bina, deməli, təzə burada sifətdir, üzbəyüz zərfdir, saxlamış isə feildir. 4 dənə nəyimiz var? Bizim konkret ismimiz var. E variantı. 19. Cədvəldə uyğun olmayan bəndi müəyyən edin. Cədvələ uyğun olmayan bəndi müəyyən edin. Omonimliyi olan söz göyərmək və omonim məna tayları düzərmək, müəyyən təsir nəticəsində göy rəng almaq, bəli, düzdür. İnci, mirvari mənasında, bəli, və küsmək, incimək mənasında, keçinmək, ölmək mənasında, xəstə keçindir, dolanmaq, bir təhər keçinirik, dolanırıq. Yəni, kürü, balığın kürüsü, bəli, və bir də kürümək feili, məsələn, qarı kürü, qatır, deməli, əlavə etmək heyvan cinsi. Heyvan cinsi, bəli, qatır heyvan cinsidir. Əlavə etmək olmaz. Çünki biz demişik ki, qatmaq sözüdür burada sözün kökü. Yəni, qatmaq feilidir və ona biz ır şəkilsi artırmışıq. Biz demişik ki, şəkilsili artırılmaqla eyniləşən sözlər omonim sayılmır. Deməli, cavabımız 5B variantı olacaqdır. 20-ci test. Nömrələnmiş hansı söz kontekstə uyğun nümunə ilə əvəz edilə bilməz? Dünən gördüyünü götürüb dünən gözlüyümü götürüb gözümə taxdım. Ancaq yenə də kəlməni çətinliklə oxuya bildim. Deməli, dünən sözü keçən gün, bəli, dünən keçən gündür, ötən gündür. Gözlük, eynək, gözlük, çeşmək deyə bilərdik, düzdür, eynək yazıbdır. Götürüb, yəni əlimə alıb, düzdür. Sonra kəlmə, sözü çətinliklə oxuya bildim, kəlməni. Oxuya bilmək burada ifa etmək deyil. Mahnı oxuya bilmək olsaydı, hə, mahnını ifa etmək olardı. Amma kəlməni biz ifa etmirik. Biz kəlməni oxuyuruq, tələffüz edirik. Deməli, səhv cavabımız E variantı olacaqdır. 21. Hansı növdə x samiti q kimi yazılmalıdır? Əlmanlıq, metlaq, metlax, gözü tox olduğu kimi, çarmıq olduğu kimi, almanax olduğu kimi əlvanlı q yazılmalıdır. Düzgün cavabımız A variantı olacaqdır. Metlaq. Dəvətnamə sözünün tələffüzdəki saitlər əsasında Eyler Venn diaqramına uyğun fikirləri müəyyəndir. Dəvətnamə sözünün biz tələffüzünü yazsaq, namə. Tərkibində namə, amiz, anə, bibalana, ön şəkilçiləri olan sözlərdə bu şəkilçilər, uzun şəkilçilərdə uzun tələffüz olunan sait var. İndi deməli, dəvət sözündə uzun tələffüz olunur. Namə hissəsində, yəni şəkilçi hissəsində isə yenə A saiti uzun tələffüz olunacaqdır. Birinci sait ə saitidir gördüyümüz kimi. Birinci saitimiz açıq saitdir. Bəli, açıq saitdir. Amma A da açıq saitidir. Deməli, bu bir harda olmalıydı? Ortada olmalıydı. İncə dodaqlanmayan saitdir. Bəli, incə dodaqlanmayan saitdir. Biri 2-dir. Uzanan saitdir. Bəli, hər ikisi uzanıbdır. Düzdür. Üçüncü saitə aid değerindir. Dodaqlanmayan qalın saitdir. Dodaqlanmayandır və qalın saitdir. Bəli, düzdür. Maniyəsiz səslərdir. 6 ortada olmalıydı. Qarşılığı olmayan cingiltili samitin olduğu hecadadır deyir. Deməli, bu səhv fikirdir. Çünki bu qarşılığı olmayan cingiltili samitin olduğu hecadadır. 4 harda olmalıydı? Bu hissədə olmalıydı. Çünki dəvətnamə na hecasındadır. Amma o birisi də d-nın qarşılığı bildiyimiz kimi t-dır var. Cavabımız oldu nə? Deməli, biz baxsaq 2, 3, 5 düzgün cavabımız C variantı olacaqdır. 23-cü test. Mənsubiyyət şəkilçili söz isim deyil, isim mənsubiyyət şəkilçisi qəbul edib. Bizdən uyğun fikirlər soruşur, yəni doğru fikirləri. Kəndin mərkəzində market var. Burada kəndin mərkəz isimdir. Ona görə bizə deyək ki, isim deyil olsun. Bu olmayacaqdır. Sən bu dünyada gözəllərin gözəlisən. Aha, gözəllərin gözəli. Üçüncü növ ismi birləşmə yaratdı. Gözəllik sözündəki i mənsubiyyət şəkilçisidir və gözəl sözü sifətdir. Ona görə cavabımızın biri 2-dir. Arif dəliyi tutdu ki, su axmasın. Burada ümumiyyətlə dəliyi sözündəki i şəkilçisi təsirlik haldır. Mənsubiyyət deyil. İsim mənsubiyyət şəkilçisi qəbul edib.
Ağdamım mənim. Bu əslində inversiya var burada. Mənim Ağdamım deməkdir. Mənim sözündəki im yiyəlik haldır və Ağdamım sözündəki im isə deməli nədir? Mənsubiyyət şəkilçisidir və isim mənsubiyyət şəkilçisi qəbul edir. 4. Sənin şəhərindən. Deməli, şəhərindən sözünə baxsaq, iki şəkilçisi var. Şəhər sözün kökü indən. Deməli, bir isimdə iki qrammatik şəkilçisi varsa və belə deyək də, isimlərə qrammatik şəkilçisinin artırılma ardıcılığı cəm, mənsubiyyət, hal və xəbərlik şəkilçiləridir bildiyimiz kimi. İndi burada in şəkilçisi mənsubiyyət, dən isə çıxışlıq hal şəkilçisidir. Deməli, şəhərindən sözündəki in şəkilçisi mənsubiyyətdir. Düzgün cavabımız oldu. 2, 4 və 5. 6-ya baxaq. Onun öyrətdiklərini dik üstə gəl mənsubiyyət. Bu feili sifətdir. Deməli, ona görə bizdən isim soruşurdu. Ona görə götürməyəcəyik. Cavabımız 2, 4, 5 oldu. 24-cü test. Tələffüz formasında verilmiş hansı sözlərin yazılışını və ümumi qrammatik mənasını müxtəlif cür izah etmək olar? Deməli, qaya, aşdı. Aşdı sözünü biz fikirləşə bilərik. Aşlı kimi fikirləşə bilərik və bir də aşdır kimi fikirləşə bilərik. Aşlı, aşdı və yaxud aşdı feil kimi fikirləşə bilərik. Məsələn, aşlı yemək deyə bilərik ki, biz burada sifət ola bilər. Aşdı, məsələn, dağı aşdı. Feil kimi bu olsun sifət, bu olsun aşdı, aşmaq feili. Feil kimi və bir də bu aşdır. Nədir? İsim kimi də yenə fikirləşə bilirik. Gördüyümüz kimi indi biz bunu 3 cür yazdıq və müxtəlif nitq hissəsi kimi izah elədik. Ümumi qrammatik mənasına görə həm də yazılışı fərqli oldu. Dadlı sözü biz gətirsək, dadlı kimi yaza bilərik və bir də daddır kimi yaza bilərik. Deməli, daddır. Deyirəm, bu çox gözəl daddır. Nədir? İsim kimi fikirləşdik və bir də dadlı necə? Sifət kimi fikirləşdik. Deməli, yenə iki cür yazdıq yazılışı və iki fərqli nitq hissəsi kimi fikirləşdik biz bunu. 2, 3. Boya sözünü biz iki cür fikirləşsək də, amma yazılış eyni olacaqdır. Baldı yox. Aldı sözünə baxaq bir də uşaqlar. Deməli, aldı sözünə baxsaq, aldır. Aldır. Burada aldır. Nə mənada aldır? Deyirəm ki, bunun rəngi aldır. Al rəng mənasında. Və bir də aldı. Keçmiş zaman, şühudi keçmiş zamanda olan feil kimi fikirləşə bilərik. Feil və sifət kimi. Düzgün cavabımız oldu. 2, 3, 6. 2, 3, 6 cavabımız oldu. 25-ci test. Təbiətşünaslıq sözünün fonetik xüsusiyyətləri ilə bağlı doğru fikri müəyyən edin deyir. Doğru fikirlər müəyyən edin. Təbiətşünaslıq sözünün tələffüzünü mən buradan yazacağım. Təbiətşünaslıq şəkilçisi dıq kimi tələffüz olunacaqdır. Deməli, nə baş verdi tələffüzdə? Deməli, bir y samiti əlavə elədik biz. L dıya çevrildi, q isə x kimi tələffüz olundu. 3 fərqli məqam oldu. Kar samit cingiltili samitə keçmişdir. Xeyr, cingiltili q samiti x samitinə keçmişdir. Ona görə yanlış fikirdir. Yazıcı tələffüz arasında yalnız 2 fərqli məqam var. Biz bayaq göstərdik ki, y1, d2, x isə 3 fərqli məqam var. Bu da yanlışdır. Ahəng qanuna tabe deyil, bəli. İ və əsasləri ü, bunlar incədir. A və I isə qalındır. Biri 3'dür. Səs artımı baş verib, bəli, y samiti əlavə etmişdik. Ə və I və ə saitlərin arasına. Bəli, səs artımı var. Kar samitlərin sayı cingiltili samitlərdən çoxdur. Deməli, T kar samitdir, B cingiltili, Y yenə cingiltili, T kar, Ş kar, N cingiltili, S kar, D cingiltili, X kar. Gördüyümüz kimi deməli 5 kar samit, 4 cingiltili samit var. 5 kar, 4 cingiltili və bəli, kar samitlərin sayı cingiltili samitdən çoxdur. Biri də 5 olacaqdır. Cavabımız 3, 4, 5. 26-cı test. Hansı sözlərin yazılışı düzgündür? Bülletin səhv yazılıbdır. Kirpik düzgün cavabdır.
Pingvin i olmalı değildi, səhvdir. Bəzəyən olmalıydı, səhvdir. Baryer düzdür. Cavabımız 2, 4. 27-ci test. Uyğunluğu müəyyən edin. Mücərrəd isim qeyri-müəyyən halda deyil, konkret isim qeyri-müəyyən haldadır. Ağıllıların oxşarlığı məntiqli düşünmələrindədir. Deməli, ağıllı bu sifətdir. Oxşarlığı sözündəki, deməli, ağıllıların oxşarlığı bu I şəkilçisi, deməli, nədir? Mənsubiyyət şəkilçisidir. Məntiqli düşünmədədir. Götürmürük heç nəyi. 2-yə baxırıq. Ruhumun ən incə tellərini dilə gətirən bir hadisə idi. Şimdi, burada oxşarlığı sözünü biz dedik ki, deməli, nədir? Mücərrəd isimdir. Və oxşarlığı sözündəki I dedik mənsubiyyət şəkilçisidir. Və mənsubiyyət şəkilçisi olduğuna görə mücərrəd isim qeyri-müəyyən halda deyildir. Bəli, qeyri-müəyyən halda deyil. A variantı. Ruhumun ən incə tellərini dilə gətirən bir hadisə idi. Ruhumun ən incə tellərini, deməli, ruh mücərrəd isimdir və ruh sözü mücərrəd isim olduğuna görə və ruhumun burada isə un şəkilçisi müəyyən yiyəlik halda işlənmişdir. Deməli, mücərrəd isimdir ruh sözü və müəyyən haldadır. Birə həm də B variantı uyğun gələcəkdir. Konkret isim qeyri-müəyyən haldadır. Atası uşaqlarına kitab üzü almışdı. Yəni, kitabın üzünü almışdı. Kitab konkret sözdür və qeyri-müəyyən yiyəlik haldadır. 2-yə C variantı. Kitabın səhifələrinin bəzisi cırılmışdı. Kitab sözü yenə konkret isimdir, səhifə sözü konkret isimdir. Deməli, ancaq bizə deyir ki, konkret isim qeyri-müəyyən halda olsun. Kitabın səhifələrinin hər ikisi yiyəlik haldadır. Konkret isim müəyyən yiyəlik haldadır, ona görə götürmürük. Dolmaları hazırlayacaq aşpaz üzüm yarpağı almağımızı istədi. Üzüm yarpağı, yəni üzümün yarpağını, hətta yarpağını almağımızı istədi. Gördüyünüz kimi, deməli, indi burada üzüm və yarpaq sözləri, deməli, konkret isim də qeyri-müəyyən haldadır. 2-yə həm də E variantı uyğun gələcəkdir. Deməli, 27-də 1-ə AB, 2-yə C oldu. Situasiyamıza baxaq. Deməli, qaloşlu adamın sonu. Qaloşlu adam xüsusi zəhmli bir sifət almış, prokurora baxdı. Onun tərpənən dil ağzı qurudu. Lakin o bir cinayət mücəssiməsi kimi yerə biçib buradan tərpənmək istəmədi. Mehman ağlını başına topla. Bir gör məhkəmə qabağında sənin kimlərin dayanacaqlar. Artıq əksik yox. Kim müqəssirdirsə öz cəzasını alacaqdır. Milis nəfəri mehmanın tələbkar baxışları qabağında əlini böyründəki silahına aparıb, birbaşa həbsə deyə qaloşlu adamı bayıra itələdi. Qaloşlu adam çiyini üstündən mehmana tərs-tərs baxıb, ayaqlarını sürüyə-sürüyə qapıdan çıxdı. Günəş bu adamın izi ilə onun ləkəsini sanki döşəmədən təmizləyir, əyri-üyrü kölgəsini yerdən silirdi. Mehman onun ardınca baxıb stolun arxasına keçdi. Bu hələ mürəkkəb mübarizə kitabının müqəddiməsidir, deyə fikir içində qələmini işə saldı. Bizim böyük qanunun bu sabah kimi parıldayan qüdsiyyətinə and içirəm ki, o nəfəsini dərindən dərdi. Qarşımdakı hər kim olsa da mənim barmaqlarım titrəməyəcəkdir. Doğruya zaval olmadığı kimi, əyriyə də aman olmayacaqdır. Mehman obrazı haqqında doğru fikri seçin. Deməli, mənfəətpərəstdir, xeyr, bu öz mənfəətini güdmürdür, qorxaqdır, xeyr, ədalətlidir. Çünki nə var idi burada? Mehman qətiyyətli idi, ədalətli idi. Deyir ki, doğruya zaval olmadığı kimi əyriyə də aman olmayacaqdır. Və yaxud qarşımdakı hər kim olsa da mənim barmaqlarım titrəməyəcəkdir. Bunları biz bura yaza bilərik. Üzərində 29-cu test, üzərində rəqəm yazılmış ifadələrin kontekstə görə mənasını izah edib yazın. Dili ağzı qurudu. Deməli, nə ola bilər? Onun tərpənən dili ağzı qurudu. Prokurora deyir ki, xüsusi zəhmli bir sifət almış prokurora baxdı. Onun dili ağzı qurudu. Dili ağzı qurumaq ifadəsini yazarıq ki, qorxdu. İkinci, deməli, izi ilə. İz sözünə biz nə yaza bilərik? Onun izi ilə. Ləpir sözü yaza bilərik. Və yaxud onun kölgəsi ilə deyə bilərik. Kölgəsi ilə. Və yaxud kölgəsi. Və yaxud arxası yaza bilərik. Arxası ilə. Arxası. Deməli, bunlar izi ilə, ləpiri ilə, kölgəsi ilə, arxası ilə. Ləpir əslində indi belə deyək də, biraz yaxşı çıxmır. Kölgəsi ilə, arxası ilə daha yaxşı olar. Üçüncü isə
əyriyə də aman olmayacaqdır. Aman olmayacaqdır, aman diləyir. Məsəl üçün, rəhm olmayacaqdır. Mərhəmət, rəhm, mərhəmət olmayacaqdır. Mərhəmət, aman olmayacaqdır. Aman sözünün sinonimləri kimi. Nöqtələri yerinə uyğun, daha doğrusu rəhm sözünün qarşılığı kimi də belə deyək. Nöqtələri yerinə uyğun söz yazın deyir. Nöqtələrimiz nə idi burada? Yazmışdı ki, bizim böyük qanun bu sabah nöqtələr kimi parlayan qüdsiyyətinə and içirəm. Məsələn, nə yaza bilərik? Bu sabah günəş kimi parlayan, işıq, məsələn, günəş kimi parlayan, işıq kimi parlayan yaza bilərik. Ən gözəli, məsələn, parlayan nədir? Ulduz kimi parlayan da deyə bilərik. Amma ən gözəli günəş sözdür. Günəş kimi parlayan qüdrətinə and içirəm, qüdsiyyətinə and içirəm. Deməli, cavabımız günəş sözü olacaqdır. Bugünlük bu qədər. Sonunda bildirmək istəyirik ki, deməli, kanalımıza abunə olmağı, videolarımızı bəyənməyi, şərh yazmağı unutmayaq. Təşəkkür edirəm.